Bəzi insanlar bilirəm ki, sərf eləsin deyə ucuz yağlara qaçırlar. Amma başa düşmürlər ki, bu ucuz yağ sonra daha çox xərcə səbəb olacaq. Çünki xroniki xəstəliklər yaranacaq. Sonra həmin o xroniki xəstəliklərin həm diaqnostikası, həm müalicəsi hamısı pul sərfiyyatı olacaq. Mən özüm tibb universitetini bitirmişəm və sağlam qidalanma ilə çox maraqlanırdım. Sanki bu mənim hobbim idi. Və tibb universitetində də bizə dərmanlar haqqında çox məlumat verirlər, farmakologiya və s. Hər dərmanın elə bir dərman yox idi ki, yəni ki, onun mənfi təsiri, əks təsiri olmasın demək olar ki. Yəni bir tərəfə müsbət təsir göstərirsə, bir tərəfə qaraciyərə, böyrəyə mənfi təsir göstərir və bu məni həmişə düşündürürdü ki, yəni niyə görə təbii vasitələrdən biz axı istifadə etməyək? Ona görə mən tibb universitetini bitirəndən sonra bir müddət, yəni rezidenturanı bitirəndən sonra bir müddət düşündüm ki, mən necə edim? Həm insan orqanizmi, insan bədəni, insan sağlamlığı məni çox maraqlandıran bir mövzudur, amma digər tərəfdən də mən dərmanları sevmirəm. Həkim də dərmanları sevmirsə, necə bəs işləyə bilər həkim kimi? Ona görə mən bu sferanı seçdim və mən həmişə deyirəm bunu ki, mənim biznesimin başlama səbəbi kətan yağıdır. Niyə görə? Çünki mən yağlar haqqında çox oxuyurdum, yağların faydaları haqqında və ən faydalı yağlardan biri də kətan yağı oxumuşdum və kətan yağı çünki omega 3 ilə çox zəngin olan yağdır və ürək-damar xəstəliklərinin qarşısını alır, pis xolesterinin qarşısını alır. Vaxtında qəbul edildikdə hətta şəkər xəstəliyinə belə çox faydalı ola bilir. Şəkər xəstəliyinin simptomlarını ilkin mərhələlərdə aradan qaldıra bilir və mən bu baxımdan kətan yağının axtarışındaydım ki, təmiz kətan yağı özüm daxilə qəbul edeyim. Və bir də kətan yağı ümumiyyətlə qadın orqanizmi üçün də çox faydalıdır, xəstəliklərin qarşısını almaq və cavan qalmaq üçün. Mən də cavan qalmaq üçün çox həmişə maraqlanırdım ki, necə edim ki, həmişə cavan qalım. Çünki mənim belə bir fəlsəfəm var ki, insanlar, yəni bəzi şeylər var ki, qaçılmazdır. Məsələn, tutaq ki, hərdən məndən çox soruşurlar ki, onsuz da hamımız öləcəyik də, yəni nə edirsiniz axı sağlam qidalanıb? Mən deyirəm ki, ölmək hamı üçün var. Yəni ölümə belə deyək də o yaradanın bir haqqıdır ki, yəni hamıya bu var. Amma biz elə şeylər var ki, onların qarşısını ala bilərik. Qocalığın qarşısını ala bilərik, xəstəliklərin qarşısını ala bilərik. Bu bədən bizə verilən bədən bizim üçün bir əmanətdir. Allah bizə əgər sağlam bədən veribsə, bizim də işimiz onu qorumaqdır. Və ona görə də mən bu yağları araşdırdım, sağlam qidaları araşdırmağa başladım və yağların keyfiyyətlisini axtaranda mən böyük bir boşluq gördüm. Marketlərdə, apteklərdə, yəni dolu idi belə deyək yağlar, amma mən axı bilirəm ki, yağ yeni sıxılmış olduqda keyfiyyəti daha çox olur, düzgün şəraitdə saxlanmalıdır və s. Və belə kriteriyalara uyğun yağ axtarırdım, tapa bilmirdim. Və belə qərara gəldim ki, özüm üçün bir avadanlıq alım. Evdə aldım, başladım çəkməyə, Instagram səhifə açdım. Onu başladım burada yəni göstərməyə ki, mən belə yağ çəkirəm. Mənə əslində kənardan deyən çox idi ki, nə edirsən, yəni bu sferaya başlayırsan, doludur yağlar, kimdir səndən yağ alan? Amma mən dedim ki, mən özüm bu yağın dəyərini bilirəm. Bəlkə mənim kimi insanlar da olacaq ki, belə yağları dəyər verəcəklər. Yəni yeni sıxılmış qatqısız yağlara. Və əslində ətrafda demək olar heç kim mənə inanmırdı, amma mən özümə inandım. Və doğrudan da gördüm ki, sən demə məni kimi insanlar da var imiş ki, hansılar ki, belə yağın axtarışındaymışlar. Və birinci başladım kətan yağını çəkməkdən, çünki yenə də deyirəm, ən yeni sıxılmış yağın yeni sıxılmış olması çox önəmlidir. Amma kətan yağında bu xüsusilə önəmlidir, çünki tərkibində omega 3 olanlar daha tez oksidləşirlər, daha tez xarab ola bilirlər. Və mən başladım kətan yağını çəkməyə, dalıyca başqa yağlara da başladım. Qara zirə yağı, günəbaxan yağı, küncüt yağı və s. çeşidlərimi artırmağa başladım. Alanda avadanlığı həmişə düşündüm ki, qoy böyük ölçüsünü alım. Əgər alınsa, bəlkə biznesə
yəni istehsal gücü böyük olan avadanlıq aldım. Bəlkə alınsa daha da yaxşı biznes alınar. Alınmasa da yenə də itirəcəyim bir şey yoxdur. Özüm üçün, yaxınlarım üçün keyfiyyətli yağ yəni təşkil edəcəm. Və elə oldu ki, alındı, biznes uğurlu oldu. Gördüm insanların marağı var və daha sonra çeşidləri də artırdım. Yağlardan sonra əzmələr, glutensiz unlar. Özümün glutenə həssaslığım var idi və mən bunu uzun illər sən demə bilmirmişəmmiş və hər dəfə glutenli qidalanandan sonra müəyyən həzm pozğunluqları, bədəndə şişkinlik var idi məndə. Sonra elə oldu ki, mən bu sferaya gəldim və yenə glutensiz unlar, özüm glutensiz qidalanmağa başladım. Gördüm ki, buna tələbat var. Azərbaycan bazarında glutensiz un tapmağa çox çətinlik çəkirdim mən və xaricdən, müxtəlif xarici saytlardan sifariş etmək məcburiyyətində qalırdım. Daha sonra mən glutensiz unları istehsal elədim və belə-belə artıq 80-ə yaxın çeşid məhsulumuz var və macunlar düzəltməyə başladım. Macunlara gördüm ki, artıq tələbat artır. İnsanlar artıq bir neçə faydalı ingrediyentləri bir arada görmək istəyirlər bir xəstəliyin qarşısını almaq üçün. Beləcə ilk mənim macunum immunaksir macunu oldu. Sırf immuniteti qaldıran ingrediyentləri, yəni bitkiləri, ədviyyatları bir araya gətirdim. Məsələn, onun immunaksirin tərkibində bizdə var spirulinadır, ixnaceya bitkisidir, propolisdir, narın tumudur. Bunlar hamısı immunitet üçün çox gözəl bir itburnudur, vitamin C mənbəyi kimi ən güclü vasitələrdirlər. İnsan bəzən vaxt çatdıra bilmir də, buradan itburnunu dəmləsin, buradan zəncəfil dəmləsin və s. Mən insanların işini asanlaşdırdım, onları bir araya gətirdim ki, həmin macundan gün ərzində 1-2 qaşıq qəbul etməklə insanlar immunitetinə təbii dəstək olmuş olurlar. Yeni başlayanda ilk avadanlığı ki aldım, bütün işləri özüm görürdüm əlbəttə. Yağı çəkirdim, qablaşdırırdım və çatdırılma, Instagramda paylaşırdım və çatdırılma da eləyirdim. Yəni kuryer kimi mən hələ də onu xatırlayıram və bəzi mənim yəni neçə illik müştərilərim var ki, onlar da məni xatırlayırlar ki, siz bizə çatdırılma eləmişdiniz evə. Yəni kuryer kimi də özüm çatdırırdım. Sonra gördüm iş böyüyür, yavaş-yavaş özümə köməkçi insanlar tutmağa başladım. Əməkdaşlarımın sayını artırdım. Yəni çatdırılma üçün kuryer təşkil elədim. İstehsalata adamlar götürdüm. Daha sonra yəni istehsalat zonamaya keçdim artıq. Gördüm bu yəni tutdu belə deyək bu biznes. Ona görə bir kiçik bir yer götürdüm. 10 kvadrat metrlik yer idi. Yəni çox kiçik idi. Götürdüm, qida təhlükəsizliyinə müraciət elədim, sertifikat aldım orada. Və yadıma gəlir ki, bir dənə aparatım var idi, yağ çəkən aparatım. Hansı vəsaitlə aldım soruşursunuzsa, mən 3-cü övladım üçün analıq məzuniyyətinə çıxmışdım və işlədiyim yerdən mənə belə deyək, analıq məzuniyyəti üçün ödəniş edirdilər. Və indiyə kimi yadıma gəlir ki, o 7000 manat məbləğində bir ödəniş idi. O dövrdə də çox böyük bir məbləğ idi və mən onu həmin o ödənişlə də mən onu sərf elədim həmin bu avadanlığı almağa. Və köçdüm, daha sonra evdən aparatları köçürtdüm həmin o 10 kvadrat metrlik istehsal yerinə. Daha sonra yenə də gördüm çeşidlər artıq bura yerləşmirik. Get-gedə 50 kvadrat metrlik yerə köçdüm. İndi 100 kvadrat metrlik yerdə qalıram. Qida təhlükəsizliyindən sertifikatım var. Hər şey vergi ödəyicisiyəm. Yəni bütün hər şey standartlara uyğun. İlk dəfə başladım bu immunitet üçün olan macundan və gördüm ki, insanlara da həm faydalıdır bu, həm də daha çox maraqları da var. Ona görə macunların çeşidlərini indi artırmışam. 10 çeşid macunum var hal-hazırda. Biri immunitet üçün artırandır. Oynaq xəstəliklərinin qarşısını alan macun var. Qadınlar üçün qadın hormonal problemlərinə dəstək olan, kişilərdə testosteronu təbii yolla yəni dəstək olub artıran macunum var. Prostatit əleyhinə macunumuz var. Vitamin kompleksi düzəltmişəm. Təbii vitamin kompleksidir. Vitamin art adında. Sonra uşaqlarda boy artımını gücləndirən, boy artıran adlı bir macunum var. Cavanlıq eliksiri bir macunum da var. Onun adını Kleopatra qoymuşuq. Cavanlıq eliksiridir. Sırf yenə də ən güclü antioksidantlar, hansı yəni bizim ümumiyyətlə cavanlığımızı təmin etmək üçün biz antioksidantlarla zəngin olan qidalar qəbul etməliyik. Düzdür, yuxu rejimi burada çox önəmlidir. Hərəkətlilik, idman və s. Bunlar hamısı stres faktoru kompleks şəkildə olmalıdır. Amma qida da cavan qalmağın ən vacib ünsürlərindən biridir. Və qida sektorunda da mən insanlara
insanlara dəstək olmuşam ki, belə bir macun düzəltmişəm Kleopatra adında. Sırf ən yüksək antioksidant dozası, orak dəyəri ən yüksək olan qida maddələrini bir araya gətirmişəm. Ondan da yenə də gündəlik 2 qaşıq yeməklə insan bilir ki, artıq sutkalıq antioksidant dozasını qəbul elədi. Və macunlar qeyd elədiyim kimi hal-hazırda hətta deyərdim ki, ən çox satılan məhsullardandır və biri də qan artıran macundur. Hemoqlobini, ferritini, dəmiri, yəni təbii dəmir mənşəli bitkiləri burada bir araya gətirmişəm. Ümumiyyətlə mən çox fikir vermişəm ki, insanların çoxunda yağdan qorxu var. Bəzən diyeta deyəndə, arıqlamaq deyəndə birinci ağıllarına gələn odur ki, yağı kəsim. Bu fobiya, bu qorxu hardan qaynaqlanır? Birincisi ondandır ki, səhv məlumat paylaşılıb ki, sırf sizi kökəldən yağdır. İnsanlar elə bilirlər ki, yəni bədəndə pi artıbsa, deməli yağı çox yemişəm. Əslində bu belə deyil. İkincisi isə odur ki, insanlar qorxulu, yəni zərərli yağlar haqqında çox eşidiblər, ona görə yağlardan qorxublar. Birincisinə aydınlıq gətirim ki, əslində bizim yəni sutkalıq kalori tələbatımız var da. Yəni ondan əgər biz artıq qidalanırıqsa, kalori qəbul ediriksə bu zaman olur. Əsas da bu kalori ən çox olan qidalar karbohidratlardır. Yəni bizim hal-hazırdakı qidamızda, insanlarda nə vaxt eşitsək şirniyyat yeyirlər, düyüdür, kartoşkadır və s. Yəni əsasən də şirniyyatlar bizim hal-hazırdakı bugünkü günümüzdə çox çoxalıb. Yəni əvvəllər mənim uşaqlığımda məsələn biz şirniyyatı bu qədər çox yeməzdik. Yəni bir ad günü falan mərasimlərdə nə isə bir tort yeyərdik. İndi adi günlərdə insanlar sanki hər qidanın sonunda bir desert yeməliyəm deyə bir fikir formalaşmışdır və bu vərdişlər ki, artıq şirniyyatlar bizim günümüzün bir ritualına çevrilib, hər gün qəbul edirik deyək çevrilib və qidamızın bir parçasıdır. Əsas bunlardır, yəni kökəlməyə səbəb olan amillər. Yağları belə günahlandırmaq çox da düzgün deyil. İkinci məsələ də əlbəttə yağ kalori ilə məhsuldur, amma bizim yağ mütləq qida rasionumuzda olmalıdır. Bəzən çox soruşurlar ki, görürsən yayda yağ qəbul eləsəm olar? Əlbəttə ki, yağ, yəni necə ki bizim zülala ehtiyacımız var, karbohidrata ehtiyacımız var, müxtəlif minerallara, vitaminlərə, yağlar bizim qidamızın ayrılmaz hissəsidir, mütləq olmalıdır. Amma yağlar da zərərli ola bilərlərmi? Əlbəttə ola bilərlər və çoxdur, yəni hədsiz dərəcədə çoxdur zərərli yağlar. Ən çox zərərli yağlar nədir? Və indi çox yayılmışdır, rafinə edilmiş və bəzən neft məhsullarından əldə edilmiş yağlar ola bilir ki, əsasən marketlərdə belə yağlara çox rast gəlinir. Saxlama müddətləri çox uzun müddət olur, 2 il, 3 il və daha çox olur və yağın saxlama müddətini uzatmaq üçün həmin yağın tərkibindəki faydalı maddələr çıxarılır, müxtəlif işlənmə prosesləri keçirilir və həmin yağın tərkibində artıq sağlam heç nə qalmır, belə demək olar. O yüksək temperatura dayanıqlı olurmu? Olur. Məsələn, götürsək qarğıdalı yağı. Mənim şəxsən ən sevmədiyim, belə deyim, yağ qarğıdalı yağıdır. Çünki birincisi mən qarğıdalı yağından yağ çəkməyi, qarğıdalıdan yağ çəkməyi yoxlamışam. Yəni onun içindəki təsəvvür eləyin ki, küçük bir rüşeym olur. O lazımdır ki, ondan yağ çıxsın. Nə qədər o rüşeymlə biz əldə etməliyik ki, yəni 1 litr qarğıdalı yağı alaq. Bu, yəni belə deyək ki, kimdir? Yəni belə təbii qarğıdalı yağı tapmaq özü çox çətin bir şeydir. İkincisi, qarğıdalının hal-hazırda genetik modifikasiya olunmuş sortları çoxdur və eyni zamanda hətta təbii qarğıdalı yağı tapsaq belə qarğıdalının tərkibində omega 6 yağ turşuları çoxdur. Hal-hazırki insanların qidasında omega 3 əskikliyi var, omega 6 çoxdur. Bu elə bir şeydir ki, omega 3 də, omega 6 da bizim bədənə lazımdır. Amma bunlar müəyyən nisbətdə olmalıdır. Hal-hazırda omega 3 əskikliyi olduğu üçün və omega 6 tərkibli qidalar çox olduğumuz üçün qida rasionunda omega 6-nın nisbəti çoxalır və bu da orqanizmdə iltihaba gətirib çıxarır. Ona görə də mən ümumiyyətlə hətta təbii olsa da belə qarğıdalı yağını qida rasionunda çox, yəni minimal dərəcədə istifadə etməyin tərəfdarıyam. Hətta mən özüm heç istifadə etmirəm. Yəni belə qorxulu yağlar doğrudan da var.
Başqa, əlbəttə ki, qida təhlükəsizliyindən heç bir sertifikatı olmayan, gigiyenik şəraitdə əməl etmədən də yağlar, hansısa bir yağ aparatını qoyub çəkirlər. Yağ aparatında yağ çəkərkən orada hətta qızdırıcısı, bizdə qızdırıcısı olmayan sistemdə yağ çəkirik, amma qızdırıcı sistemi olan aparatda da yağ çəkəndə yenə də orada dərəcəyə fikir verməlidir. Bu artıq qalır həmin istehsalçının, belə deyək, vicdanına. O dərəcəni çox qoya bilər ki, yağ çox çıxsın, çox yağ əldə edəcək, amma o yağın tərkibindəki vitaminlər parçalanacaq. Elə vitaminlər var ki, onlar çox tez parçalanırlar. Və buna görə də belə yağlara da çox rast gəlinir hal-hazırda ki, göz önündə yağ çəkirik deyirlər, amma istehsalçı bir tərəf, yəni istehlakçı bir tərəfdən sevinir ki, nə yaxşı gözümün önündə yağ çəkdik. Burada nisbilik məsələsi də var. Elə bir yağ ola bilər ki, o sırf neft məhsulundan əldə edilir. O yağ daha ziyanlıdır. Bəlkə kimsə göz önündə çəkir, okey, isti sıxımla çəkir. Müqayisə etsək, gən də heç olmasa bu yağ daha faydalı olacaq. Çünki istilik temperaturuna məruz qalsa da içində neft məhsulu, orqanizmə çox zərərli təsir edən maddə olmaya bilər. Yəni hər şeydə bir nisbilik var. Amma bizim çəkdiyimiz yağlar isə sırf soyuq üsuldur. Hətta çalışırıq ki, metalla heç bir kontakta girməsin. Sifariş əsasında hazırlayırıq, çatdırırıq ki, yəni nə qədər fresh olsa o qədər yaxşıdır. Yəni bu daha faydalı sayılır ona görə də. Bir də trans yağlar çox yayılmışdır. Məsələn, margarin. Margarindən qorxmaq lazımdırmı? Bəli. Çünki margarin bizim bədən temperaturumuzu, bizim ümumiyyətlə hüceyrələrimiz, margarindəki hüceyrələri, trans yağları tanımır. Bizim bədənimiz üçün o sanki yad cisimdir. Ona görə həmin o margarinin tərkibindəki, belə deyək, molekullar gəlirlər, otururlar bizim hüceyrəmizin divarında və hüceyrədəki metabolizmi pozurlar və nəticədə hüceyrə qocalır. Və həmin o molekulların orqanizmdən təmizlənməsi də uzun illər aparır. Onlar həmin o margarinin tərkibindəki o molekullar bədənimizin hüceyrələrində yığılırlar, toksiki təsir göstərirlər və müxtəlif xroniki xəstəliklərin yaranmasına. Yəni elə deyil ki, bir qaşıq yedim, artıq xəstələndim. Bu belə deyil. Bu tədricən yığılır. Hər gün insan qida rasionunda margarini istifadə edir. Bəzi insanlar bilirəm ki, ekonomiya məqsədi ilə, yəni sərf eləsin deyə ucuz yağlara qaçırlar. Amma başa düşmürlər ki, bu ucuz yağ sonra daha çox xərcə səbəb olacaq. Çünki xroniki xəstəliklər yaranacaq, sonra həmin o xroniki xəstəliklərin həm diaqnostikası, həm müalicəsi, müayinəsi hamısı pul sərfiyyatı olacaq. Thank you.